Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq. Mədəd Quliyev, Qurban Qurbanov yeni biznesə başladı. Oktyabrın 25-dən heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq. İndi isə təfərrüatı ilə. Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq. Bunu manşet azı açıqlamasında Təhlükəsizlik Şurası katibinin müavini general polkovnik Mədəd Quliyev deyib. Qarabağın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub. Məlumata görə Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb. Kompaniya xarici idman geyimi brendlərinin Azərbaycanda rəsmi distribyutorudur. Baş Dövlət Baytarlıq Müfəttişinin imzaladığı müvafiq qərara əsasən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması və satışı ölkədə xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Heyvan bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək, sonra bazarların fəaliyyəti bərpa olunacaq. Həmin tarixdən Gürcüstandan Azərbaycana heyvan idxalına da məhdudiyyət qoyulacaq.